Sumqayıtın ən çox yeyən 5 sakinindən ikisini, şaurmada rəqib tanımayan bu iki cəngavəri fantastik bir setə dəvət etmişdim. Bu arada şəhərin bütün şaurma aşiqlərinə şad xəbər. Bakıda məşhur olan şaurmacı Murad Usta nəhayət Sumqayıta da gəldi çıxdı. Gəlin sizə bu məkanı ziyana salan 5 nəfərlik bir set göstərim. Deməli bura 5 pors mərci supu, 5 ədəd şaurma, 2 pors paytaxt salatı, 1 ədəd pide, bir dənə qarışıq pizza və 5 stəkan ayran daxildir. Bununla da bitmir. 1 çaynik çay və 2 künəfə də sonda hədiyyə olaraq verilir. Bir sözlə dəhşət. Bu qədər naz nemətin qiyməti 35 manatdır. Adama 7 manatdan düşür. Öz aramızdır. Hər şeyin od tutub bahalaşdığı bir vaxtda bu çox insaflı qiymətdir. Biz bu seti 4 nəfərlə yeməyə cəhd etdik. Bu iki nəhəng adamda əslində 3-4 nəfərin iştahı var. Mən düşünürdüm ki, Zöhrab Elnur qardaşları bu menyunu bir göz qırpımında məhv eləyər. Amma onlar belə bu seti yeyib bitirə bilmədilər. Şaurmacı Murad Ustanın şaurmaları Bakıda adla tanınır. Məncə Sumqayıta da səs salacaq. Burada hər cür qiymətə dönər və şaurma setləri var. Şaurma yemək üzrə 2 qat Avropa çempionu olan Elnur deyir ki, indiyə qədər Sumqayıtda bu qədər sərfəli setə rast gəlməyib. Məkanda ailəvi zal və çatdırılma da mövcuddur. Sumqayıt əhli buranı yadda saxlayın və bir gün mütləq baş çəkin.